Deməli, 7-ci sinifdəyim 2025 nəşriyyatından gəlin bir hədlər və çox hədlər mövzusunun izahına baxaq. Birinci sualda bizə deyir ki, bir hədlinin həm kvadratı, həm də kubu şəklində göstərilə bilən ədəd hansıdır? Burada biz deyirik ki, ədədi kvadrat şəklində göstərirsə o mənfi ola bilməz. Ona görə avtomatik A-la C-ni çıxa bilərim. İndi B-yə baxaq. 64 x üstü 6 verib. Ədədi kvadrat şəklində göstərmək istəyiriksə, gəlin bu şəkildə yazım. 64 nəyin kvadratıdır? 8'in. Çünki 8'e 8'e vursam nedir? 64 edir. Yazdım bura. X üstü 6'nı kvadratla ifadə etmək istəsək, baxın, x üstü 6'nı kvadratla ifadə etmək istəsəm, x-in üstündə 2 yazmışam. 2'ni nəyə vursam 6 edir? 3'e. Deməli, x kubunun kvadratı x üstü 6 verir. Burada da kvadrat yazmışamsa, deməli olacaq x kub. Bu oldu bu şəkildə. Yəni 64 x üstü 6'nı kvadrat şəklində göstərə bildim. Digər tərəfdən mən bunu kub şəklində göstərmək istəsəm, onda belə yazacağam. 64 nəyin kubudur? 4'ün. 4 vur, 4 vur, 4, 64 edir. Yazıram bura. X üstü 6'nın 3'ü varsa nəyə yoxdur? Kvadratı yoxdur. Çünki x kvadratının kubu x üstü 6 verir. Deməli, bu ədəddə kub şəklində yazmaq istəsəm, bu şəkildə yaza bildim. Cavab oldu B variantı. Hansı ifadə A-nın bütün qiymətlərində müsbətdir? Burada baxaq məsəl üçün A variantına. Burada mən A-nın yerinə 0 qoya bilərəm. Burada A 0'a bərabər olsa, 15A kvadratı 15 vurulsun 0, 0 eləyəcək. Biz bilirik ki, 0 nə müsbət ədəddir, nə mənfi ədəddir. Ona görə bunu silirəm. Digər tərəfdən B variantına baxsaq, burada məsələn A-nın yerinə 8 qoyuram. A-nın yerinə 8 qoysam, bu nə olacaq? 8 çıx 8, 0. 2'yi də 0'a vursam, 0 alınacaq. 0 nə müsbətdir, nə mənfi sildim. Burada fikir verin, A kvadratı üstə gəlsin 15 verir. Tutaq ki, A-ya mənfi ədəd verim, istənilən. Tutaq ki, məsələn, mənfi 3 verirəm. Mənfi 3'in kvadratı bizə nə verəcək? 9. 9'un üstə 15 gəlsəm 24. Mənfi ədəd verəndə müsbət alındı. Tutaq ki, A-ya 0 verirəm. 0 versəm 0 kvadratı 0 eləyir. 0'ın üstə 15 gəlsəm 15. Yenə müsbət elədi. Tutaq ki, müsbət ədəd verim 2. Tutaq ki, 2'nin kvadratı 4. 4'ün üstə 15 gəlsəm 19. Mənfi də versəm müsbət alınır. 0 da versəm müsbət alınır. Müsbət də versəm, deməli cavab olur C variantı. Məsələn, niyə D-N-Y olmaz? Burada A-ya mənfi 2 verirəm. Onda bu 0'a çevrilir. Burada A-ya 3 versəm, bu 0'a çevriləcək. Bu şəkildə davam edək. Burada ifadəsinin əsası A-nın qüvvə şəklində göstərilir. Burada bizə bu A üstü 4 üstü 5 verəcək bizə A üstü 20'ni. Bunun yerinə A üstü 20 yazıram. Vururam A üstü 12. Burada əsaslar eynidir. Əsasları eyni olan natural üstü qüvvətlərini bir-birinə vursaq, üstlər toplanır. Onda olacaq cavab A üstündə 20 ilə 12'ni toplasam 32 cavab olur C variantı. İfadələrdən hansı bir həddi deyil? Bir həddi nə idi? Ədəd, dəyişən onlara natural üstü qüvvətlərinin hasili. Burada fikir verin, çıxılsın var. Çıxılsın varsa bu bir həddi deyil. Dərəcəsi ən böyük olan bir həddini göstərin. Gəlin bu bir hədlərin hamısının dərəcəsini tapaq. Məsələn, A variantının 9'un üstə 8 gəlsək, dərəcəsi eləyir 17. 2, 2, 9 toplasam dərəcəsi eləyir 13. 3, 12, bunun üstündə 1, 2, 1 var. Bunları toplasaq, bu bizə 16 verəcək. 12 ilə 6'nı toplasam 18 verir. 10 ilə 2'ni toplasam 12 verir. Bizdən də böyük olan soruşursa olacaq 18 D variantı. Növbəti 6-cı sual. Eni A uzunluğu isə enindən 2 dəfə böyük olan düzbucaqlının sahəsini tapın. Tutaq ki, mənim belə bir düzbucaqlım var. Bunun eninə A yazıram. Uzunluğu isə eninin 2 dəfə çoxdursa olacaq 2A. Sahəsini tapmaq istəsəm S bərabər düzbucaqlının sahəsini tapmanda nə edirik? Enin uzunluğuna vururuq. Onda nə edəcəm? 2A-nı A-ya vuracam. Burada 2A-nı A-ya vursam 2'nin olduğu kimi yazıram. A-nı A-ya vursaq neçədən A görürsünüz? 2'dən. Onda nə olacaq? A-nın kvadratı oldu. Cavab 2A kvadratı. Cavab oldu A variantı. Burada ədədləri müqayisə edək. Burada M-də bizə verib ki 0,1 üstü 5. N-də verib ki mənfi 0,1 üstü 5. P isə mənfi 0,1 üstü 5'dir. İndi burada nəyə fikir vermək lazımdır? Burada M-imiz necə ədəd olacaq? Müsbət. Çünki 0,1 üstü 5 nə deməkdir? 0,1 vur 0,1 vur 0,1 5 dəfə öz-özünə vurursan. Deməli, M müsbətdir. N-lə P-yə baxsaz, bunu mötərizədə istəyir mötərizədə yazıb 5-ci qüvvəti yüksəltsin, istəyir mötərizəsiz yazıb 5-ci qüvvəti yüksəltsin. Hər ikisi nədir? Mənfi ədəddir və nəticələri də eynidir deyə bilərik. Onda M bərabərdir P olacaq. M-imiz isə müsbət olduğuna görə böyük olacaq. M böyükdür, N-lə P isə bir-birinə bərabər olmuş olacaqdır. 8-ci suala baxaq. Burada elə eləməliyik ki, ifadəni sadələşdirmək üçün. Təbii ki, hesablamaq olar. Təbii ki, biz hesablamayacağıq. Məxrəclə ixtisar apara bilərim. Baxıram ki, məxrəcdə 2 ilə 3 var. Gəlin bunları da 2 ilə 3-ünü ifadə etməyə çalışın. 8 nə deməkdir?
2'nin kubu. Bunun da üstüne bir tane var. 3 var. Yazdım bu şekilde. Vurulsun. 12 üstü 4. 12'nin əvəzinə biz yaza bilərik. 3 vurulsun 4 üstündə 4. Bölünsün. Aşağıda olacaq 2 üstü 17 vurulsun. 3 üstündə 4. Bərabərdir. 2 üstü 3 üstü 3. Mənə nə verir? 2 üstü 9. 3'ü 3'e vururuq elə bil ki. Vurulsun. Burada 3 üstü 4 olacaq. Vurulsun. Bir də 4 üstü 4 olacaq. 3 üstü 4 ayrı, 4 üstü 4 ayrı. 4 üstü 4'ü də gəlin belə yazaq. 4 nədir? 2'nin kvadratı. Üstündə də bir dənə var? 4 var. Bu bizə nə verəcək? 2 üstündə 2 vur 4 neçə yer? 8. 2 üstü 8. Onda olacaq 2 üstü 8. Aşağıda da bölünsün. 2 üstü 17 vurulsun 3 üstü 4. İndi fikir verək. Burada 3 üstü 4'lər bir-birini ixtisar aparacaq. Çünki eyni şeydir. 2 üstü 9'u 2 üstü 8'e vursam. Vuranda nə olurdu üstlər? Toplanırdı. Onda nə olur? 2 üstü 17. 2 üstü 17'ni 2 üstü 17'ye bölsək. Bir-birlərini aparacaq. Cavab qalacaq 1. Və salım. 9-cu sualda. Baxaq 9-cu sualda. Deməli 9-cu sualda bizə verib ki, ifadəsinin qiymətini hesablayın. Deməli 0, dizli 2 vuranda nə olur üstlər? Toplanır. Onda nə olacaq? 0,2 üstündə 4'ü 14'ə vursa, daha doğrusu 0,2 üstü 4'ü 0,2 üstü 14'ə vursa üstlər toplanır. Yəni 4'ün üstü 14 gəlir, olur 18. Bölünsün. Burada yenə vuranda üstlər toplanacaq. 0,2 üstü 11 üstü 6 gəlsək 17 edir. Böləndə nə olurdu? Üstlər çıxılır. Onda nə olacaq? 0,2 üstündə 18, 17'ni çıxsaq 1. 0,2 üstü 1'də ilə 0,2 olmuş olacaqdı. Sonra növbəti sual 10 suala baxsaq əgər burada deməli ifadələrin qiymətini gəlin bir-bir tapaq. Məsələn birincisindən baxaq. Burada yenə məxrəcə baxıram ki 2 və 7 var. Gəlin hamısını 2 7'ni ifadə edeyim. Burada 7 üstü 4 üstü 5 bizə nə verəcək? 7 üstündə 4'ü 5'e vursaq 20 vurulsun. 8'in əvəzinə 2'nin kubu yaza bilərik. Bunun da üstündə bir dənə 2 var da. 8 2'nin kubu da üstündə bir dənə 2 var. Bu bizə nə verəcək? 2 üstü 6. 2 üstü 6. Vurulsun 7'nin kubu. Bölünsün. Buna baxsaq. Aşağıda 2'nin kubu var. 7 üstü 11 üstündə 2 ise bizə nə verəcək? 7 üstündə 22'ni verəcək. Bərabərdir. Burada gəlin sadələşdirək. 7 üstü 20'ni 7 üstü 3'ə vursaq əgər, bizdə alınır 7 üstündə 23. Vurulsun 2 üstündə 6. Bölünsün 2 üstündə 3 vurulsun 7 üstündə 22. Belə yazdım. Burada 7 üstü 20 üstündə 7 üstü 22'ni apara bilərəm. Onda nə qalır? 7. 2 üstü 3 də 2 üstü 6'nı ixtisar yaparsam yuxarıda 2'nin kubu qalacaq. Aşağıda isə hər ikisində 1 qalır. Çünki aşağıdakı tam gedir. 7'ni vuracam. 2'nin kubu neçə edir? 8'e. 7'ni 8'e vursaq cavab eləyəcək 56. Sonra orada baxaq ikinci suala. İkincisində deməli bizə verib ki, bu ifadəni sadələşdirək. Baxaq. Bu nə deməkdir? 5 üstündə 21 vurulsun. 125 üstü 5 nə deməkdir? 125 üstündə 5 deməkdir. Bölünsün. Aşağı fikir versək, aşağıda bu 125 üstü 4'dür. Bu isə 5 üstündə 5'i 5'e vursaq 25'dir. Bərabərdir. Burada deməli biz nə apara bilərik? Buna apara bilərəm. Amma 125 harada qalacaq? Yuxarıda. Çünki qüvvət yuxarıda böyükdür. Ona görə yuxarıda 125 qalır. Aşağıda isə ixtisar aparsaq 5 üstü 21 ilə 5 üstü 25'i aşağıda nə qalacaq? 5 üstü 4. Burada çaşmayaq. 5 üstü 21 ilə 5 üstü 25. 25'in 21 çıxın 5 üstü 4 qalır. Hardakı böyükdür? Aşağıdakı. Deməli aşağı yazacaq 5 üstü 4. 125 özü 5'in kubu deməkdir. 5 vur 5 vur 5. Neçə edir? 125. Onda 125'in əvəzinə yazıram 5'in kubu. Aşağıda yazıram 5 üstü 4. Bunlar da bir-biri ilə ixtisar aparsam yuxarıda 1 qalır, aşağıda 5 qalır. Yenə deyirəm. Burada 4'dən 3 çıxırsınız 1. 4 hardadır? Böyük olanlarda da aşağıda məxrəcdə. Deməli buraya yazdıq. Cavab oldu 5'də 1. 5'də 1 də onluq kəsrə çevirsək 1'i 5'ə böləndə alınacaq 0,2. Cavab olur D variantı. Növbəti məsəl üçün 3-cü suala baxasaq. Deməli yenə bunu sadələşdirməyə çalışaq. Bu olacaq bizdə neçə? 5 üstündə 5'i 4'ə vursaq 20. Oldu neçə? 5 üstü 20. İndi 81.
Fikir verin, məxrəc yenə 5, 3, 5-lərdən ibarətdir ki, 81-i 3-ə gətirim. 81 özü 3 üstü 4 deməkdir. Yəni 3 vur, 3 vur, 3 vur, 3. Bunu da tapmağın belə bir yol deyim sizə. Tutaq ki, tapa bilməzsiniz. 81-i vuruqlara ayırın. 81 3-ə bölünür, 27 alınır. 3-ə bölünür, 9 alınır. 3-ə bölünür, 3 alınır. 3 3-ə də bölsək 1 alınır. Burada neçədən 3 görürsünüz? 4 dənə. Deməli 81 nəymiş? 3 üstü 4 imiş. İndi 81 əvəzinə 3 üstü 4 yazıram. Bunun üstündə bir dənə nə var? Kub var. Yazıram belə. Bu neçə olacaq? 3 üstü 12. Deməli yuxarı yazacağım. Vurulsun 3 üstündə 12. Oldu belə. İndi düşürəm aşağı. Burada deməli bizdə var 5-in kubu. Yazıram aşağı 5-in kubu vurulsun. 3 üstü 3 üstündə 3 bizə 3 üstü 9-u verəcək. Vurulsun. 5 üstü 3 üstündə 6 isə bizə 5 üstündə 18 verəcək. Bərabərdir. İndi sadələşdirək. 5 üstü 20 vurulsun. 3 üstündə 12 bölünsün. 5 üstü 3'ü 5 üstü 18'e vursam üstler ne olur buranda toplanır. Onda ne olacak? 5 üstündə 21 vurulsun. 3 üstü 9'u da yazıram aşağı. Oldu belə. Bərabər. Yine gəlin ixtisarlara aparım. 3 üstü 12'nin 3 üstü 9'u ixtisar aparsam yuxarı nə qalacaq? 3'ün kubu. 5 üstü 20 ilə 5 üstü 21'i ixtisar aparsam aşağıda nə qalır? 5. 3'ün kubunu da 5'ə bölsək 27'ni bölməlisiniz 5'ə. 27'yi də 5'ə bölsək cavab alınacaq 5,4. Cavab olur A variantı. Bu olur bizdə A variantının izahı. İndi B variantına baxaq bir yerdə. Bizə deyir əsası eyni olan qüvvətləri göstərin. Burada əsas deyirsə biz 1-2 bunlara baxacağıq. Bunlar isə artıq qüvvət üstülər sayılır. İndi əsaslara baxsaq bunun əsası -4'dür. Bunun əsası 1/2'də 1 nə deməkdir? 2'də 3 deməkdir. -2/5'in əvəzinə -2/5 belə yaza bilərəm. Burada 5 ilə onu ixtisar aparsam -2/2'də 1 alınır. Bunu da qarşıq kəsirdir. Qarşıq kəsir düzgün olmayan kəsirə çevirsəm -2'də 5 alınır. Fikir verin, əsası nə oldu? -2'də 5. Burada nə var? -2'də 5. Deməli bunların əsasları eyni deyə bilərəmmi? Deyə bilərəm. Onda hansılar olur? 3 ilə 4. Bu olur B variantı. Hansı ifadə B-nin bütün qiymətlərində mənfi edir? Burada məsələn A-sına baxsaz, tutaq ki, B-nin yerinə orada 4 qoyuram. B-nin yerinə 4 qoysam, 4'ün kvadratı 16 edir. 3'ü vururam, 16'ya çıxıram 8'i. 3'ü 16'ya vursam bizdə eləyəcək 48, 48'in 8'i çıxsam 40. Gördüm ki, bu bütün qiymətlərdə mənfi olmadı, müsbət də ola bilər. Deməli, bunu sildim. İndi burada məsələn B variantına baxsaq bu da olmayacaq. Əslində çaşa bilərsiniz ki, ola bilər, amma olmur. Burada biz B-nin yerinə 4 qoysaq əgər, B-nin yerinə 4 qoysaq əgər, bu bizə verəcək 0. 0 da nəyə vursam nə alınır? 0. Deməli 0 biz dedik ki, nə müsbətdir, nə mənfidir, ona görə bunu da sildik. Məsələn C variantına baxaq. Burada verib ki, bizə -B kvadrat çıxılsın 5. -B kvadrat çıxılsın 5. Tutaq ki, burada B-nin yerinə mənfi ədəd qoyuram. Burada nəzərinizdə saxlayın ki, kvadrat yalnız B-yə aiddir, mənfiyə aid deyil. Yəni siz cavabını asız mənfi qabağında qalacaq. Yox, əgər sizdə bu şəkildə versə, onda bu kvadrat həm mənfiyə aiddir, həm də B-nin özünə aiddir deyəcəyik. İndi bunu deməli biz həll etməyə çalışsaq əgər, B-yə tutaq ki, -3 qoyuram. B-yə -3 qoysam, B-ni kvadratı yüksəldirsiniz. -3-ün kvadratı neçə yeyir? 9. Qabanda da bir dənə mənfi vardı, oldu -9. -9-dan 5'ə çıxsaz, alınacaq -14. Bu həqiqətən də mənfi oldu. Tutaq ki, B-yə 0 verirəm. B-yə 0 versəm, bu eləyəcək sizə -B kvadratı zaten 0 verəcək. Çıxılsın 5. 0-dan da 5'ə çıxsaz, nə alınacaq? -5. -5 mənfidir. Bunda düzdür. B-yə məsələn müsbət ədəd verim 3. 3'ün kvadratı neçə yeyir? 9. Qabanda mənfi varsa -9. -9'dan da 5'ə çıxsaq alınır -14. Bu da mənfidir. Deməli, mənfi də qoyanda mənfi oldu, 0 da qoyanda mənfi oldu, müsbət də qoyanda mənfi oldu. Deməli, hər bir qiymətdə mənfidir. Burada bunu sıfıra çevirə bilərəm. Necə? B-yə -4 qoyarım. B-yə -4 qoysam, -4 çıxarsın 4 0 eləyir. Bu getdi. Burada B-yə -2 qoysam, bu 0 eləyəcək. Bu da getdi. İfadəsinin əsası B olan qüvvət şəklində göstərin. Burada B-nin kubuna vursam, B-nin qüvvəti 1'dir. B üstü 1'i B kubuna vursam, B üstü 4 alınır. B üstü 4 üstü 4 vurursun, B üstü 5 olur. Yekun nəticə.
B üstü 4 üstü 4 nə deməkdir? B üstündə 16 deməkdir. B üstü 16-nı vuracam, B üstündə 5-ə. Vuranda əsaslar eynidirsə üstlər nə olur? Toplanır. 16 üstə 5 gəlsəm 21. Deməli olacaq B üstü 21. İfadələrdən hansı bir həddi deyil? Bir həddin olması üçün yenə deyirəm, ədəd, dəyişən və onların natural qüvvətin hasılı olmalıdır. Burada nə var? Çıxılsın. Çıxılsın varsa bir həddi deyil. Bu çox hədlidir. Dərəcəsi ən böyük olan bir həddini göstərin. Gəlin dərəcələrini tapaq. 12 üstə 8 gəlsəm 20, 20 üstə 3 gəlsəm 23. 15-in üstə 3 gəlsəm 18 üstə 4 gəlsəm 22. 10-un üstünə 12 gəlsəm eləyir 22. 12 üstə 9 gəlsəm bizə verəcək 21. 18-in üstə 2 gəlsəm eləyəcək 20. Deməli, burada bizdən dərəcəsi böyük olanı soruşur. Təbii ki, hansı olacaq? 23 oldu A variantı. Növbəti bir həddini həm kvadrat, həm də kubus şəklində göstərilə bilən ifadə hansıdır? Yenə deyirəm. Əgər bir həddini kvadrat şəklində göstərirsə, mənfi cavab olmayacaq. Mənfiləri silin. Çünki bir şeyin kvadratı mənfi olmur. İndi qalır bu 3 variant. Burada məsələn B variantına baxsaz əgər, bu neçədir? 1 milyon. Yazıram bu şəkildə kvadrat. 1 milyon nəyin kvadratı olar? İlki 6 dənə 0 varsa, kvadratsa yarısını götürürsünüz də. 3 dənəsini ilki silirsiniz. Onda neçə qalır? 1000. Deməli, 1000-in kvadratı 1 milyon verir sizə. X üstü 12-nin ikisi var. Mən X üstü nə yazdım ki 2-yə vursam 12 nəsin? 6. Deməli, 1000-in kvadratı 1 milyon verir. X üstü 6-nın kvadratı X üstü 12 verəcək. Bu oldu belə. İndi kub şəklində yazmaq istəsəz əgər, baxaq görək 1 milyon nəyin kubudur? Neçə dənə 0 var 1 milyonda? 6 dənə. Onda 6-nı 3-ə bölsəz 2. Deməli, nəyin kvadratı olacaq? 100-ün. 100 vur, 100 vur, 100. Bizə nəyi verir? 1 milyon verir də. Olur 100-ün kubu. X üstü 12-nin 3-ü varsa nəyə hansı hissəsi çatışmır? 4-ü. X üstü 4 üstü 3 sizə X üstü 12 verəcək. Deməli, mən bunu həm kub şəklini, həm də kvadrat şəklini göstərə bildim. Cavab oldu B variantı. İfadəsini qüvvə şəklində göstərir. Burada n-lərin üstü 1-dir. N üstü 1-ə, n üstü 1-ə vursaz, n-in kvadratı alınır. N kvadratını n kubuna vursaz, üstlər toplanır. Onda nə alınacaq? N üstü 5 alınacaq. N üstü 5-i n üstü 11-ə vursam, yenə üstlər toplanır. Onda nə alınacaq? N üstü 5 üstü 11 gəlsəm 16 alınır. N üstü 16-nı n üstü 5-ə vursam, yenə üstlər toplanacaq, alınacaq n üstü 21. Deməli olur 7-də A variantı. 8-ci ifadəsinin qiymətini tap deyir. Burada əsaslar yenə eynidir. Eyni olanda üstlər toplanır. Onda nə olacaq? Mənfi 3 üstündə 7 üstə 9 gəlsəm 16 bölünsün. Burada yenə əsaslar eynidirsə yazırıq mənfi 3, üstlər toplanır. 12 üstə 2 gəlsəm eləyir 14. Mənfi 3 üstə 16-dır. Mənfi 3 üstə 14-ə bölsək, mən belə yaza bilərəm bunu. Çünki əsaslar eynidirsə bu şəkildə yaza bilərəm. Mənfi 3 üstündə 16 çıxılsın 14 şəklində yaza bilirəm. Bu da bizə verəcək mənfi 3-ün kvadratı. Mənfi 3-ün kvadratı da bizə müsbət 9 vermiş olacaq. 9-cu suala baxsaq əgər, uzunluğu 3, eni isə ondan 2 dəfə kiçik olan düzbucağının sayısını tapın. Bu şəkildə yazdıq. Uzunluğu 3-dür. Eni isə bundan 2 dəfə kiçik. 3-dən 2 dəfə kiçik ədədi tapmaq istəsəm 3-ü 2-yə bölməliyəm. 3-ü də 2-yə bölmək 3-ün yarısını tapmaq, yəni 1,5 tapmaq deməkdir. Bunu da sayısını tapmaq istəsək 3-ü vuraraq 1,5-ə, buradan alacağıq ki 4,5 olmuş olacaqdır. Və 10-cu suala baxaq. 10-cu sual biraz əslində çətindir, amma bir yerdə gəlin baxaq. Yəni hesablamaq çətindir. Burada bizə verib ki, baxaq. Deməli, bu bizə nə verəcək? 11 üstü 4 üstü 5 bizə verəcək 11 üstündə 20. Bunu yazdım bura. Vurulsun. Burada sizə verib 0,125. Gəlin bunu bir də adi kəsrə çevirək. 0,125 adi kəsrə çevirsəm alınır 1,125. Burada deməli bunu kubla ifadə eləsəm 125 5-in kubudur. 1000 isə 10-un kubudur. Mən də bunu bu şəkildə yaza bilərəmmi? 10-da 5-in kubu. 10-da 5-in kubu da nə deməkdir? 2-də 1-in kubu. 2-də 1-in kubu da özü 1-in kubu bölünsün 2-nin kubu deməkdir. Yəni 1 bölünsün 2-nin kubu deməkdir. Çünki 1-in kubu onsuz da 1 eləyir. Aha. Deməli 0-dan %25-in əvəzində yazacağım. 1-in kubu bölünsün 2-nin kubu şəklində yazacağım. Bunun da üstündə nə var? 6 var. Bunun üstündə 6 olsa əgər, bu olacaq 1 üstündə 3 6-ya vursaz 18 bölünsün
2 üstündə 3 6-ya vursanız 18. 1 üstü 18 zaten 1 eləyir. Aşağıda qalır 2 üstü 18. Onda bunu bu şəkildə yazın. 1 bölünsün 2 üstü 18. Vurulsun. 2 üstü 6 üstü 4 nə verəcəksə 2 üstündə 24 verəcək. Bölünsün. 4'ün kvadratının əvəzinə 4'ün əvəzinə 2'nin kvadratı yazıram. Onda kvadratı. 2'nin kvadratının kvadratı 2 üstü 4 verirsə vurulsun 11 üstündə 19. İndi sadələşdirək. 11 üstü 20-dən 11 üstü 19'u ixtisar apara bilərəm. Nə qalacaq? 11. İndi burada fikir verin. Burada mən bu xətti uzada bilərəm. Çünki ya da belə yazım. Gəlin. 224'ün məxrəci nədir? 1'dir. Yəni 224 bölünsün 1, 224 verir. İndi 218-in 224'ü ixtisar apara bilərəmmi? Apara bilərəm. 224'ü 218'ə bölsəz, üstlər çıxılacaq. Çünki əsaslar eynidir. Onda alınır sizə 24'dən 18'i çıxıq 206. Aşağıda isə 204'üm var. Sonra növbəti addımda 206-dan 204'ü yeni ixtisar apararam. Onda yenə üstlər çıxılır. Altdan 4'ü çıxsaz 2'nin kvadratı alınacaq. 2'nin kvadratı 4 eləyir. 11'ə də vırsaz cavab olacaq 44. Demək birincisi olacaq B variantı. Növbəti ikinciyə baxaq. Deməli bizə verib ki 5'in kubu üstündə 5. 5'in kubu üstündə 5, 5 üstündə 15 deməkdir. Vurulsun. 81 bayaq dedim ki 3 üstü 4 deməkdir. Onun da üstündə bir dənə kvadrat varsa nə olacaq? 3 üstündə 8 bölünsün. 75'in əvəzinə yazaram 3 vurulsun 25 üstündə 7 yaza bilirəm. Ki 75 nə demək? 3 vurulsun 25, 75 yerdə bu şəkildə yazdım. Niyə belə yazdım? Çünki mən 75'i də orada ixtisar aparmaq, sadələşdirmək üçün 5 və 7'lərini ifadə etmək, daha doğrusu 5'in üstlərini ifadə etməyi bacarmalıyım. Burada onu da alıram 5 üstü 15 vurulsun 3 üstündə 8 bölünsün. 3 vurulsun 25 üstü 7 nə deməkdir? 3 üstündə 7 vurulsun 25 üstündə 7. 25 üstündə 7'ni də gəlin bilək. 25 nə deməkdir? 5'in kvadratı. Bunun da üstündə nə var? 7 var. Onun nə olacaq? 5 üstündə 14. İndi gəlin ixtisarlara aparaq. 5 üstü 15'i 5 üstü 14'ə bölsə yuxarıda 5 qalır. 3 üstü 8, 3 üstü 7'yə bölsə yuxarıda 3 qalacaq. Aşağıda isə 1'lər qalır. Onu artıq yazmıram. 5'i 3'ə vırsaq alınır 15. Deməli cavab olur D variantı. Üçüncüsünə də baxaq. Üçüncüsündə deməli bunları yenə 2 və 5'lərini ifadə edəcəyik. Burada 16 üstü 4 verib sizə. 16 nə deməkdir? 2 üstündə 4 deməkdir də 2 vur 2 vur 2 vur 2 16 deməkdir. 2 üstü 4 üstündə 4 yazıram. Vurulsun. 5 üstündə 8 vurulsun. Burada 0,5 verib. 0,5 onda 5 deməkdir. Adi kəsini ifadə etsək. Onda 5 özü də 2 ilə 1 deməkdir. Bu nə olacaq ona? 2 ilə 1 üstündə 7. Oldu mu belə? 2'də 1 üstü 7'də bizə deməli nə olacaq? 2'də 1 üstü 7, 1 üstündə 7 bölünsün 2 üstündə nə deməkdir? 7 deməkdir. Burada da 1 üstü 7 zaten 1'dir. Aşağıda qalır onda 2 üstü 7. Belə, bu şəkildə. 10 üstü 7'nin əvəzinə bir dənə fikir verin. 10 üstü 7'nin əvəzinə 10 nə deməkdir? 2 vurulsun 5 üstündə 7 yaza bilərəm. Bunu da sadələşdirsək, bu olacaq 2 üstü 7 vurulsun 5 üstündə 7. 2'ni ayrıca qüvvətə yüksəldirsiniz, 5'i ayrıca qüvvətə yüksəldirsiniz. Onu olacaq 2 üstü 7 vurulsun 5 üstündə 7. İndi gəlin sadələşdirək. Burada 5 üstü 8'i 5 üstü 7'yə bölə bilərik. Nə alacaq? 5. İndi bunu yazdıq belə. 2 üstü 4 üstü 4 özü nə deməkdir? 2 üstündə 16 deməkdir. Yazıram bura vurulsun 2 üstü 16. Vurulsun 1 bölünsün 2 üstündə 7 bölünsün 2 üstündə 7. Bərabərdir. 5 vurulsun. 2 üstü 16 ilə məxrəci yenə 1'dir. 2 üstü 16'nı 2 üstü 7'yə bölsəz alınacaq əsaslar eynidirsə 2 qalır. 16'dan 7'ni çıxsaz 9. Bunu da bölməliyəm 2 üstü 7'yə. Yenə 2 üstü 9'dan 2 üstü 7'ni ixtisar apara bilərəm. Burada 5 qalır. 2 üstü 9'u da 2 üstü 7'yə bölsə üstlər çıxılacaq. Alınacaq 2'nin kvadratı. 5'i də 2'nin kvadratına vursaq 5 vurulsun 4 cavab alınır 20. Deməli 3-cüdə sualda olacaq cavab C variantı. Vəssalam. Bugünlük anın birini zahan atıram. Təbii ki dəstək olsaz, təbii ki davamı gələcək. Sağ olun, salamat qalın, izləyənlər var olun. Təşəkkür edirəm. Hələlik.